Salam və vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Biz bugün 6-cı sinif mövzusu olan məlumatların təsviri, verilənlərin dairəvi diaqramda faizlə təsviri mövzusunun izahına baxacağıq. Mövzuya keçməzdən əvvəl belə məlumatı xatırlatmaq istəyirəm ki, bu kanalda həm siniflər üzrə mövzuların izahları, həm də orta məktəb dərsindəki sualların izahları paylaşılır. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın. İndi keçəyin sualların izahlarına. Biz burada faizlə təsvir dediyimiz zaman bu haqqda bir danışarıq. Biz artıq bu ildə faiz məsələlərini keçmişdik də, birinci yarım ildə keçmişdik, baxmışdıq. Məsələn, biz indi burada ədədi necə faizə çevirmək? Məsələn, mənə verir, deyir ki, filan ədədi faizə. Biz baxın və yaxud da hissəni. Çox zaman burada hissə ilə verəcək. Məsələn, mən sizə desəm ki, məsələn, deyirəm ki, 10/7 hissədir. Biz bunu deyirəm ki, faizə çevirmək lazım. Onda mən nə etməliyəm? 10/7-ni vurmalıyam 100-ə. Bunlar məsələn ixtisar getdi. 70%. Demək 10/7 dediyimiz 70%-dir də. Və bir də bizdə məsələn hər hansı bir məlumat verildiyi zaman biz ümumi məlumatı baxın, bütün məlumatı məxrəcdə yazacağıq. Bütün məlumat. Burada məndən soruşulan, baxın soruşulan isə surətdə yazır. Bu hissədir. Əgər mən bunu faizə çevirmək istəyirəm, nəyə vurmalıyam? 100-ə vurmamız lazım. Yəni bu şəkildə olacaq. İndi gəlin məsələn misallara baxaq. İndi burada da bizə aid suallar verilib. İndi gəlin biz buradan daha dəqiq şəkildə baxaq, görəyin. Nə deyir? Birinci sual deyir ki, cədvəldə bank işçilərinin işə gələrkən hansı nəqliyyatdan istifadə etdikləri haqqında məlumat verilib. Hər bir nəqliyyat növünün uyğun faiz göstəricisini tapın və uyğun diaqramı müəyyən edin deyir. İndi biz baxın, burada ictimai nəqliyyat var, şəxsi nəqliyyat və velosiped var. Biz burada rəng məsələləri neyse baxacağıq. Uşaqlar necə eləyəcək biz indi burada? Məsələn, gəlin baxaq. Bu ikisini topladım. Neçə elədi? 20. Elə deyim, bu ikisini toplasam 20. Bu ikisini toplasam 40. 40 ilə 20 toplasam 60. 60 ilə 20 80. Deməli 80 dənə var. Baxın, 80 dənə ümumi hamısı bir yerdə 80 dənə var. Mən indi misalına bir də. İctimai nəqliyyat neçə faiz tutur? Bizə faizlə də baxmaq olar. Bunu bucaqla da göstərmək olar. Olsun, baxarıq indi. Baxın, ictimai. Mən necə yazmalıyam? Deməli, 80-də 32 vurulsun 100. Bununla bu getdi, bununla bu 4. 4 ona vuranda 40%. Bu oldu 40%. Və yaxud da, baxın, mən bunu əgər birdən mənə desə ki, bucağı ilə göstər. Baxın, görün, bucaqla deməyib bizə. Əla. Sonra keçdi velosipedə. Bax, velosipeddə nə deyir? 80-də, bax, ikincisində. 80-də 8 vurulsun 100-ə. Bununla bu gedir, bununla bu gedir. Neçə faiz? 10%. Əla. Sonra gəldik motosiklet. Motosiklet. 80-də 4 vurulsun 100. Bununla bu gedər. Bununla bu bura 2, bununla da bu 5%. Sonra gəldi skuter. Bu 4-cü idi. Skuter 16 nəfər. 80-də 16 vurulsun 100. Bununla bunu sayacağım 5. 5 ilə də 100 sayacağım 20%. Əla. Şəxsi avtomobil deyirsə, şəxsi 80'de 20 vurulsun 100 olacaq. Bununla bunu qısa elədim. Burada 4, 4 ilə də 100, 25%. Əla. İndi baxın. Biz nə edə bilərik? Təbii ki, bəziləri çox azdır da. Yəqin ki, bu olacaq. Niyə? Baxın, bu olacaq 5%. Bu 5%. Bura 10%. Sonra, ondan sonra hansı gəlir? 20%. Bura 25%. Və bir də 40%. Daha dəqiq görsənən budur. Baxın, istəsiz özünüzdə. Və bunların hamısının cəmdə 100% olmalıdır. Bu da bizim
misalımız. Şimdi gəlin. Neyləməyik biz indi burada? Sonra gəldik. Bu indi bucaqla da göstərmiyor. Əgər sənə bucaqla deyirsə 360-a vurmalısan. Niyə 360-a vurmalıyıq? Biz bir ki tam şey 360 dərəcədə siz bunu bucaqlarla da qeyd edə bilərsiniz. İkinci suala baxsaq deyir ki, satışda olan topların sayı cədvəldə verilib. Basketbol, voleybol və futbol toplarının bütün topların neçə faizini təşkil etdiyini müəyyən edin və dairəvi diaqramını təsvir edin. İndi biz neçə faiz? İndi baxın, yenə də faizlə baxsaq, biz indi ümumi biz nə eləməliyik? Misal nömrə 2-də hamısını tapırıq. Neçə olur? 12, 20 dənə bütün say. Sayı 20-dir hamısı bir. İndi baxın, basketbolu tapmaq üçün 20-də 8 vur 100 yazmalıyam. Bununla bu getdi 5. Neçə oldu? 40% basketbol oynayacaq. Əla. Voleybol 20'də 5 vurulsun 100'ə. Bunun 5 25%. Futbol 27 vurulsun 100'ə. 5 35% olacaq. Əla. İndi baxın, burada nümunə də bizə göstərir. Bu bucağın falan qurulmasını deyil və ya biz bunu bucaqla da qeyd edə bilərik. Bayaq da dedim. Bu ədədlərin hamısını nəyə vurmalıyıq biz? Baxın. Məsələn, mən yazmışam 20'də 8. Bunu vurmalıyım 360'a. Bununla bunu qısayırsan məsələn 12. Elə deyil mi? 12 deyəcək. 12 yox. Səhv dedim. 18 olmalıdır burada. 18 və 144. Sonra bunun transportundan bu bucağı qurmamız lazım. Sonra məsələn 20'də 5 vurulsun 360. Yenə də burada elədi 18. Burada neçə elədi? Məsələn 90 dərəcə. Baxın görün 90. Əla. Sonra 20'də 7 vurulsun 360'a. Yenə də burada 18. 126. Siz bu bucaqları transportdan burada bax göstərib baxın. Transport ödəndə qurmaq olar. Və bir də faizdən indi mən dairəvi diaqramı siz artıq özünüz qurarsınız. Bu bucaqlara görə qura bilərsiniz artıq. Əgər bucaqla yazmaq istəyiriksə, təbii ki 360'a vurmamız lazımdır. Belə. Sonra gəldik nəyə? Gəldik 3-cü suala. Nə deyir 3-cü sualda bizə? Deyir ki, diaqramda Meloman klubunun üzvləri arasında ən sevimli musiqi janrı haqqında sorğunun nəticələri və uyğun üzvlərin sayı təsvir edilib. Hər bir qrupun bütün klubun neçə faizini təşkil etdiyini tapın. Xalq musiqisi və estrada həvəskarları cəmini tapın deyə. İndi baxın. Əla. İndi mən neynəməyim? Hamısını toplamalıyam. Bununla bunu topladım 20. Bununla da bunu topladım 20. 20 ilə 20 topladım 40 nəfər. Deməli 40 musiqi sevər var. Hamısı. İndi baxın 40'dan yəni rock'a baxalım. Yəni buradan başlayalım. Rock. Rock nə qədərdir? Rock. Neynəməliyəm? 40'da 12 vurulsun 100 olmalıdır. Bununla bu gedəcək. Bununla bu 3. 3'ü də ona vursam 30 faiz. Sonra estrada 40'da 12 vurur 40'da 8. Səhv yazdık. 40'da 8 vurulsun 100 olacaq. Bununla bu getdi. Bura 5. Bununla da bu getdi. Burada 20% oldu. Sonra gəldik klasik. Klasik musiqi 40'da 4 vurulsun 10. Bununla bu getdi. Bura 10. Onunla da bu getdi. Bura 10%. Sonra xalq. Xalq musiqi 40'da 16 vurulsun 100. Bununla bura 4. Burada 40%. Deməli bu şəkildə olacaq. İndi bizə nə deyir? Deyir ki, xalq musiqisi və estrada həvəskarları cəmi neçə faizdir? Xalq və estrada. Baxın, xalqdan estrada cəmi nə oldu? 60%. Bu da belə. Sonra gəldik biz 4-cü suala.
Diaqram və cədvəldə bilik yarışında iştirak edən 100 şagirdin riyaziyyatdan topladıqları ballar verilib. Diaqrama əsasən cədvəli tamamlayın. Təsadüfən seçilmiş bir şagirdin 100 bal toplama ehtimalı nə qədərdir deyir. Baxarıq. İndi birinci biz nə etməliyik? Diaqrama əsasən cədvəli tamamlayın deyir. Allah. İndi təbii ki biz burada bax bir nəfər 100 bal toplayan bir nəfər deyir bizə. Verib burada bir nəfər. Hə, onda mən nə etməliyəm? Baxın 10% bir olan ədədi tapmalıyam. Olan ədəd. Necə tapırdıq? 1-i 100-ə vurub bölməliyəm 10%-ə. Neçə? 10 nəfər. Əla. Deməli 10 nəfər şagirdimiz var burada bizim. 10 nəfərdən 80 bal toplayan, 90 bal toplayanı tapaq. Məsələn 90-ı tapaq. 40, onun neçə faizi? 40%. Yəni onu 40-a vurub nəyə bölməliyəm? 100-ə. Bunlar getdi neçə nəfər? 4 nəfər. 90 bal 4 nəfər. Sonra 80 bal 10 vur 30 bölünsün 100-ə. Neçə elədi? 3 nəfər. Sonra gəldi 70 bal toplayan 20%. Onu vurdum 20'ye böldüm 100'ə. Neçə oldu? 2 nəfər. Əla. Baxın bu şəkildə olmalıdır. İndi baxın deyir ki, təsadüfən seçilmiş bir şagirdin 100 bal toplama ehtimalı 10 nəfərdən 1 düşər. Bax, mümkün hallarımız 10'dur, əlverişli hallarımız 1. 10'da 1 bizim ehtimalımız oldu. Nə? 10'da 1 şəklində. Və yaxud da biz bunu 0,1 də qeyd edə bilərik. Sonra təsadüfən seçilmiş bir şagirdin 70 bal toplaması. Hani 70 bal toplaması? 2 nəfər. Yəni PA bərabərdir. Mümkün hallarımız 10'dur, əlverişli hallarımız 2. 10'da 2 və yaxud da bu da 0,4 şəklini alacaq. Bu da belə. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun.